Çox sağ ol. Mənim səsim çox azdır, xahiş edirəm. Hamı qulaq assın, sonra yenə söhbət edəyəm. Bugün bu məclis bizim həyatda qurulub. Yəni Safxan qardaşımızın 40 illik yubileyidir. Bugün gözəl gündür, həm qardaşımız üçün, həm bizim üçün, həm aləm üçün. Yəni, bu deməkdir ki, Safxan 40 ömrü yaşayır. 40 ili yaşamaq hamıya qismət olmur. Amma bu 40 ili yaşayıb, arzu edirlər ki, Allah nə qədər ömür verib onunla yaşasın. Yəni, hamımız Safxanın 40 illiyinin şahid olduq, sevindik, ürəkdən şahid olduq. Bu cəmaata bir sözüm var ki, yəni, məclislər çox olur, yemək içməyi də çox olur. Söhbət eləmək üçün bunların başı var, məktəbin yanı var. Yəni, həmişə söhbət eləmək olur. Amma mənəvi istirahət eləmək həmişə insana nəsib olur. Adam var ki, ömründə 70 il yaşayır, 70 il zülüm çəkir. Amma o 70 ilin 10 günün mənəvi istirahət eləmir. Amma mən hamıdan arzu edərdim ki, yəni Çalal cəmaatının əsasən, yəni musiqi olan yerdə, yaxşı saz söhbət olan yerdir. İmkan daxilində o söhbətlərə qulaq asmaq, o musiqini dinləmək, o insanın özü üçün, həm mənəvi həyatı üçün, həm gələcəyi üçün, həm bugünü üçün çox yaxşı. Yəni insanın varı da olar, dövləti də olar, hər şey olar, amma mənəviyyatdan zövq almaq, bacarığı olmazsa o insan həyatda yaşar, mən elə deyir. Bugün bu məclisdə Elnarə xanım, mehman Elnur iştirak edir. Mən yenə deyirəm, bugün elə bil ki, bu Şirvan torpağında yeni bir musiqi duası yetişir. Bunu əgər biz görmürüksə, duymuruqsa və gələcəkdə yalandan deyəcək ki, bizim Şirvanımızın sabiri olur, malimi olur, bunlar hamısı yalan şeylər olar. Əgər biz onlara diqqətlə qulaq asmasaq, bunlardan feyziyyə olmasaq. Mən yenə deyirəm, həmişə məclislərimizdə yaxşı, sazlı söhbətli adam olanda çalışarım ona maksimum dərəcədə qulaq asarım. Yəni, yeməkdən maksimum qida alan kimi, musiqidən də maksimum qida alan. Bu, mən öz cəmaatımıza, öz elimizə olan tövsiyəmdir. Mən çünki özüm bu əhval-ruhiyyədəyəm, yəni bu amanla yaşayırım. Sonra qaldı, bizim atamız iştirak edir burada. İndi atam söz demək istəyirdi, Əli bəy bizi biraz qabaqladı, amma yenə də söz yiyən ki, atam deyəcək. Biraz mehman özürək sözün deyəndə nəyəsə qeyd elədi. Mən də həqiqətən bugün o mehmanın arzusuna qoşuluram. Mən arzu edərdim ki, hər ilin 5 noyabrı yaxşı gün olsun biz üçün. Bizim ailəyə, yəni bu kədər, o qəm, bir tək bizim ailəyə yox, bütün ailələrə o kədər, o qəm uzaq olsun, amma bizim ailə üçün bu kədər, bu qəm hələlik bizim ailə üçün dediyimizdə görə deyirəm ki, yəni o tarix bizim üçün yadda qalandı, ona görə deyirəm. Yəni Allah qalacaq, gələcək tarixləri vaxtında eləsin, hər nə eləsə. Yəni həyatda insan yaşamağa gəlirsə, həyata gəlirsə, o ya körpə vaxt həyatdan geçsin, ya evlənməmiş həyatdan geçsin, ya da ki, qocalanda həyatdan geçsin. Mənim ən böyük arzum oldu. Ona görə əgər bütün bu işlər öz qaydasına düşübsə, həmsə öz qaydasındadırsa, mən əvvəl ailəmizin bütün üzvlərinə və bütün burada iştirak edən, bütün elimizə, cəmaatımıza onu arzu edilərdim ki, hamı vaxtında dünyadan geçsin. Ona görə də mən bir daha bütün bu orta yoldaşları bundan sonra kədərlənməməyə, qəm yeməməyə çağırıram. Mən arzu edirəm ki, belə məclislər bütün ailələrin, bütün həyətlərdə olsun. Yəni 40 illik, 50 illik, 100 illik belə yubileylər çoxalsın.
Bu bir növ insanın, cəmiyyətin inkişafı deməkdir. Biz əvvəllər heç yubiley anadan olduğumuz gün nə idi, heç onu bilmirdik. Biz indi oxuduqca, cəmiyyət gördükcə, inkişaf edədikcə bunlara gəlib çatırıq və mən arzu edərdim ki, daha da o sivilizə olmuş ölkələrin ki, nə qədər adət-ənənələri var, gözəllik, insan üçün nə qədər gözəlliyi var, onları biz duya bilərik və onları yavaş-yavaş həyatımızda qeyd edilir. Mən hamımıza bundan sonra da gözəl həyat, gözəl günlər, xoş gələcək arzu edirəm. Allah Əli bəyə də can sağlığı versin. Bütün belə məclisləri öz ürək dolusu sözləri ilə, öz belə geniş dünya görüşünü işıqlandırsın və biz də oturaq həm musiqidən, həm də sözdən, sazdan qidalanır. Sağ olun, hamıya təşəkkür ederim. Tərxan bədim, minnətdarım sizə və çox vaxt biz deyirik ki, atalara, yaxşı oğulları ata haqqında danışanda deyirik, Babəki misal gətiririk, Nəsimini misal gətiririk, Köroğlu, Nəbini misal gətiririk. Niyə uzağa gedəcək? Əgər Səfhan haqqında danışırıqsa, onun 40 il ömrünü qeyd ediriksə və deyiriksə ki, Səfhan gözəl bir insandır, gözəl bir atadır. Nəyə görə biz qaçaq Nəbini? Nəyə görə biz Əsənabi Köroğlu'nun adını soyunu bilmədiyimiz? Nəyə görə Babəki, nəyə görə Nəsimini çəkək? Hansı ki bu məclisə gözəl bir atamız Unsu dayı yaşayıb. Elə Səfhan bu Unsu dayı yaşasın. Onu kimi yaşasın. Onu kimi evlatlar böyüsün. Mən Unsu dayının yubileyində çoxumuz yox idi, orada evdə oturmuşduq. Bir şey dedim, Mehman müəllimdən söhbətimiz oldu. Və mən istəyirəm onu bir də təkrar edeyim, sonra Unsu dayıya söz vereyim. Şahid deyir ki, elə ki əyildi ona sərt demə. Elə ki döyüldü, ona mərd demə. Der ki adlaşdı, ona dərd demə. Çəkməsən də bilir, çəksən də bilir. Şələdən keçən iş arabalıqdır. Şələmiz dəyməmiş, hara qalıqdır. Yoldu ki, boş qoydu, harabalıqdır. Sökməsən də birdir, söksəm də birdir. Demə çəmən dərya, yarpaq qayıqdır. Dağ dalında qara yerlər ayıqdır. Elə ki, yüzünə övlad qayıqdır. Ölməsən də birdir, ölsən də birdir. Mən inanıram ki, hələ Unsu dayının yüzünə qayıdan övlad olmayıb ki, hələ yaşayır. Və arzu edirəm ki, Səfhanın övladları da onun yüzünə qayıtmasın və Unsu dayı yaşayan ömrü yaşasın. Atası yaşayan ömrü, yaşayan oğula eşq olsun. Unsu dayıya söz verək. Buyursun, biraz zəhmət çəksin. Həm ağsakalımız, həm atamızdır, həm də Səfhanın, necə deyək, mənim belə təsəvvürümdəki elə ömür mayaqıdır Unsu dayı. Çünki tərtər bir yerdə yaşayırlar, nəfəsləri, arzuları, hissləri, duyğuları bilir. Buyurun Unsu dayı. Sağ olun. Əvvələ qızım, xoş gəlmişsiniz siz. Həmişə sayqədəm görürüz. Sən təşəkkür. Sonra bura yığılan cəmat. El, oba, tanış, biliş, dost, hamıza təşəkkür edirəm. Bugünkü gündə Səfhanın 40 illiğində sahib bura gəlmişiz. Onu yad edirik. Mənim axırıncı danışmam əvvəldən məclisli mehman açdır. Yol dolarım, dolar açmaq. Ata nə rahat deyil, uşaq böyüyeyincə, ərsəyə yetişincə. Yetişəndən sonra ki, elə ki, o toyun elə, biraz sakitləşər. Bir də ayrılma vaxtı gəlir. Görürsən ki, deyir ki, bir sığışmırıq, ev gedək tikək, ayrılaq. O gedib evdə tikəndən sonra bir daha da rahatlaşır. Bugünkü gün, mən axırda ona görə danışdım ki, əvvəl Mehman Aşterində söylədim. Allaha şükür, 40 il yaşayıb. Deyir, 30'unda mən yuxudan oyandım, 40'ında hər sevdadan ayrıldım. 40'dır, hər sevdadan ayrılıb. İndi başında saxlaya bilər, oğul da öyləndirə bilər, qız dərə verə bilər, dost tanışı da ola bilər. İndi ata arxayım. Ona görə mən axırda durdum danışmada, meclisin axırında. Axırı deyil. Yox, mən işin axırı. Mən ona görə ki, indi gedəcəm. Bax, Mehman müəllim də dedi, mənim bu uşaqlarımın bir qardaş ağası var, dost. Şirvanlıdır, məclisdən rəv olsun, ona bir xata üzlərində, belə deyək də, belə şeydir ki, heç bir adam danışa bilməyir. Mən özüm köyrəldim, orada diyana bilmədim. Bir bacı, bir yeznə, 2 də balası.
Öyün ağzı bağlı qalıb, onlar məhv olub hamısı o vaqonda. Kədərdir, biz için də kədərdir. Allah o günü heç kəsə göstərməsin. Mən bu günləri oğlumun 40 illiyində bunun məktəb yoldaşlarını görürəm maşallah. Hamısı elə cağ-bacaq burada. Abdullah müəllim getdəncə bilərdi ki, 75-ci ildə bunlar hansı burcun altında doğulublarsa xoşbaxtdırlar. Onu Abdullah müəllimə soruşarsa deyəcək. Hamısı da Allah'a şükür yaxşı yaşar. Mən arz elərəm, bax burada oturanlar. Hamısı əvvələ cavanlar öz 40 illiyini keçirsin. Sonra bu yaşlılar da balalarının 40 illiyini görsün. Allah mənə də imkan versin o birçilərin 40 illiyini görəndə onu mənim nə bilim 80, 90, 100 yaşım olacaq. İndi arzudur, diləyirəm də Allah verər, verməz gəncir. Bunun yüzüllüğündən irəli elə biri də var. Ondan sonrası mən axırıncı da yüzüllüğünü diləsəm, onda elə qurtuna qiyamətə qalım. Bu heç. Allah onların ölçənlərini sağ eləsin. Məndən əvəz Allah'a şükür böyük oğuldu. Bu atalıq diləyim mənim balalar. Böyük qardaşı da var, bundan böyüğü də var. Bu hamı ata olub, hamı qardaş olub. İndi də mənə atadır. Məni, necə deyim, bir öyladından da artıq saxlayır. Öylad şirindir, atadır. O kim desə ki, ata şirin danaş, yox. Öylad meydana gələndən sonra öylad çox şirin. İndi məni ondan da artıq, mənim üçün həm atadır. Həm böyük oğuldur, böyük oğlum var, keyfinə dəymir. Bu hamının qayğısına qalır. Mən Allah'tan diləyim odur ki, Allah ona püskün göstərməsin, xoşbaxt yaşasın. Allah həmişə onun başından töksün. O da əli açıq, heç o əli açıqlıqdan dala qalmasın. Necə olur, elənci də olsun. Sağ ol bak, uzun ömürsün. Mustafa, çok sağ ol, minnettarım sana, Allah sana var edesin. Ne ki Sefa'nın 100 illiğini? Sefa'nın dediği için 100 illiğini görsen buradan kıyamete kalırım, yok. Sefa'nın 40 illiğini görsün, eğer o bizlerin hamsının 100 illiğini görsen, o bizlerin 40 illiğini gelip sanacak onun 100 illiğine, hamsını göreceksin. Ve bir hafta Mustafa gidişi gitmediği güzel bir geceledi. Onun Mehman Məhəmməd biz üçümüzle o meclisin orada iştirak eləməli için Mehman Məhəmməd bir meclisi açtık. Üzerinde hesap edeyim. Siz son yani bizi için sorun. Üçüm için sonra meclisi devam edesin. Biz gedəsiyiz. Bir Mehman Məhəmməd. Çok sağ olun. Bu söz deməyə istəyirsən, nəyəsə bura çıxırdığını göstərmək üçün yox. Burada bayaq qeyd olunan sağlıqlarda hamımız bilirsiniz ki, biz getməliyik. Müəllim böyük əziyyət çəkir. Bunu öz təşəkkürümüzü bildirməliyik. Bu elin obanın adından, burada məclisə iştirak edənlərin adından. Həmişə deyirlər, nətərdir, hər gələndə məclisə biraz da puxtələşmək gəlsin. Və elə bir görür, daha da yaxşı puxtələşir. Bəlkə də elə bunu puxtələşdirən bizim məclislər. Mənə gəlirəm. Sağ olsun əmrlərimiz. O gün olsun ki, biz hamılıqla imkanımız çatan, müəllimin də yəqin ki, özünün eli obası, kəndi, qohumu, əqrəbəsi. Onun da özü balalarının bir məclisi olsun, biz əziyyət çəkək. Biz onu arzu edirik. Bayaq qeyd elədik ki, biz getməliyik Ərəsqın müəllimə görə. Biz o kişi ilə dostuq. Aristotelin bir sözü var, deyir, əsl dost oldu ki, iki bədənin bir rəyi olsun. Biz indi getməliyik, atan da getməliyik. Çünki onun atası da, nətərdir, pastel xəstəsidir. Atasının isə o hadisədən xəbəri yoxdur, dili yox ağzı. Biz öz atamızla aparırıq ki, oradadır, Ərəsqın müəllimin atası əvəz iştirak edəsin. O mənada biz getməliyik, yüz-yüz reysə biləsiniz. Siz qalasınız, dincəl istirahət edin. Və Balzacın bir sözü var, deyir, eyni çəmənlikdə öküz ot axtarır, yiğit dovşan axtarır, durna da qurbağa axtarır. Ancaq hərə bir şey axtarır. Mənə deyək ki, o rəfəsuza, o məclisə, bugünkü məclisdən biz çox şey öyrəndik, çox şey axtardıq. Bəlkə də mənə elə gəlir ki, hamı eyni şey axtardıq. Burada Səfana uzun ömür, can sağlığı arzulamaq, diləmək və bugünkü məclisə aparan Elnara xanıma onun səsindən feyziyar olmaq və onun da getdikcə səsi puxtələşir, gözəlləşir, bizi daha da var edir.
Elnara xanımın bu səsini ecazkarlarla biz dərk elədik və bugünkü məclisdən biz hardasa biz nətər ürəyimiz istəyən qədər feyzəb olmalı məlumiyyətimiz hamımız dərk elədik. Ona görə də bəyan atam yaxşı qeyd elədi. Səxvan həm bizim atamız olubdur, həm də qardaşımızdır. Allah ona can sağ olsun, ömür versin. Onun ürəyi kimi bəlkə də heç kimdə ürəyi yoxdur. Bizim hamımızın baxsaq başımıza bir dənə də olsa fikir var, onun boynunun ardından tük ağar. Fikir versək, bu əsasında ağar. Həmişə ürəyi cavan olasan, yaxşı dostlarla əhatəsində olasan. Bir daha səni təbrik edir. Səni bayram olası öpürəm. Sən qardaşın da olsa bizi bağışlamalısan. Sağ ol. Əlim əlimizə atamla getməliyiz. Amma bir xahiş edirəm, burada deyil, tez-tez deyirlər ki, bu son söz. Yox, son söz deyil. El olmasın, siz gedin, bu qala yıldışdırın. Və Elnara xanımız xahiş edək ki, bir dənə bu oxuyur, Kördağına gedərdi. Mesela belə bir şey tapıysan, onu istəyəcəm. Gözümüzü Mehman Bey'den çok sağ olun. Minnettarım. Umsul Aydın için 40 yaşında Serkan bütün eşkilerden çıkıp düşüp ama Mehman Bey'in dedi ki Serkan'ın saçlarını ağarmak üzereydi. Çok lezzet var burada. Şahit için cavanlığın məhəbbətin eşkinə ağar deyim ay saçlarına.